Değerli izləyicilərimiz, ən son məlumatı diqqətinizə çatdırıram. Ağcabədidə dəhşətli yol qəzası baş verib. Ölən və ağır yaralılar var. Hadisə 13 fevral 2026-cı il tarixdə saat 20:40 radələrində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan 2 nəfər dərhal Ağcabədi rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə hər iki şəxsə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. 2010-cu il təvəllüdlü Rzayev Hacı Mirzə Mərdanoğlu əməliyyat blokuna alınıb. 2009-cu il təvəllüdlü Cəfərov Rəhman Anaroğlunun müalicəsi isə reanimasiya şöbəsində davam etdirilir. Hazırda onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Təəssüf ki, hadisə nəticəsində 2009-cu il təvəllüdlü Ələkbərov Vahid Nailoğlu həkimə qədər mərhələdə həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Diqqətiniz üçün minnətdarım.